Boş. Nedir? Siz deyirsiniz 850 manat maaş verdi. Bu da bankdan çıxarış. Evet. Baxın orada 250 manat. Ne 250 manat? Sen ne maaş almalıydın, o maaşı almışsın. Sen payda düşen budur. Böyle. Ben belə eləyək ki, mən deyirəm ki, sən nəşə çəkirsən. Neydi? Nəşə çəkirsən. Qonşular var, hansı ki sənin üzvə duracaq. Sağlam dursun. Məlumatı hamısını Aha. vermişəm. Aha. Bunlar hamısı məndə Aha. məlumatlar. Dəfə belə eləyək ki, sən müəssisədə işləmişsən, Aha. pul almışsan, pul qazanmışsan, çıxanda halallıq almışsan, Aha. müəllim sən halallıq. Bunun müqabilə görə halallanmışam. Aha. Hə. Ona görə gəl belə eləyək ki, biz bir-birimizə pislik eləməyək. Mənim gücüm var, mənim pulum var. Mən çalışacağam ki, əlimdən gələni eləyim. Mənim prokuratordan tutmuş, əmək müfəttişdən tutmuş, vergiden tutmuş. Mənim də arxa hamısı- dayağım var, narahat Hə, olma. ona görə gəl belə eləyək ki, Aha. sən bu pretenziyon kimədir, Adilədir. Aha. Adillərlə söhbət eləmək. Mən pulumu vermirsiniz siz. Sənin pulunu vermişik biz. Siz mənə oyunlar dediniz ki, fariz mənim, üzr istəyirəm. Dediniz ki, 250 manatdan sənin maaş verir ki, ola bilmir. Böyün əlinə vurma. Dediniz ki, Böyün ola əlinə bilmir. dəymir. Başda problem yox. Dediniz ki, ola bilməz, sən 250 manatdan maaş verir ki, düzdür? Mən sənə Belə demişəm dediniz də ki, mənə. Mən sənə demişəm ki, sən nə qədər maaş sənə düşür, o maaş. Nə qədər maaş Sən işə deyil. gəldiyin gün, sən bilirsən, sənin Yaxşı, qoy müəllimin deyək ki, zəif mən- bir dəqiqə. Aha. Sənin müəllimin zəif. Nə edir? Zəif deyil, xeyr. Sənin müəllimin zəif nə edir? Zəifdir. Sən nə qədər gəlmisən işə? İşə muzdur. İşə muz bilsən nədir? 15 gün gəlmisənsə 15 gün maaşını alırsan. 20 gün gəlmisənsə 20 gün maaşını alırsan. 30 gün gəlmisənsə 30 gün maaşını alırsan. Yaxşı, lap ondan deyək ki, lap çıxın 300 manat. Hə? Gəl, dəqiq bir də mənim sözüm olar. Lap deyək ondan çıxın 300 manat, düzdür? Mən siz oyunlar dediniz ki, sizə 250 manatdan maaş verilir. Mən sizə deyim ki, maaşı siz verməlisiniz. Deyən yerdə Fariz mənim dəqiq sən üzr nə istəyirəm. düşünsən, Dəqiq o üzr da istəyirəm. Siz mənə almışsın. dediniz ki, 250 manatdan maaş verin. Mən deyim ki, əlimi çağıraq, gəlsin əlimdə desin 250 manatdan. Mən 250 manatdan maaş verilmir. Gəlib bankdan çıxartmışam, indiyənə kimi mən bir dəfə ən çox maaş almışam burada 224 manat. Onu 224 manat. O da 170 manatdan bazda maaşı vurmusunuz, izlənimdə gəlib o qədər eləyir. Burada 250 manat ilə bir şey yox. Sən də şey yazmısan ki, işdən çıxıram da bizdə. Əlimdə İşdən mənim çıxmışam, sənəd var da. düzdür, yazmışam o sənədə, prosta onu da O sənəddə, Mən pulumu vermişdim Bir də mən sənin o nəşə söhbətini mən sonra bildim. Onu bilsəydim, mən